Cavid Kərimov, Gəncə şəhərində yaşayıram. Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun 4-cü qrant müsabiqəsinin qalibi olmuşam. Qalib olan layihənin adı Region Gənclərinin Könüllü Fəaliyyətində Gender Bərabərliyinin Rolu adlı layihəsidir. Bütün Azərbaycan gənclərini Gənclər Günü münasibəti ilə təbrik edirəm və onlara gələcək fəaliyyətlərində bol-bol uğur və nailiyyətlər arzulayırım. Seymur Vəliyev, Gələcəyə Körpü Gənclər İctimai Birliyinin baş katibi. Gənclər Fondunla bizim əməkdaşlığımız ilk qrant elanı, Gənclər Fondu yarandıqdan sonra ilk qrant elanı verildikdən sonra biz müraciət etdik və bizim ilk layihəmiz gender bərabərliyində şəbəkələşmə layihəsi idi. Ümumilikdə indiyənə qədər təşkilat tərəfindən keçirilmiş layihələrdə 1000-ə qədər insan birbaşa yolla faydalanıb. 2 fevral Gənclər Günü münasibəti ilə Gələcəyə Körpü Gənclər İctimai Birliyinin adından bütün ölkə gənclərini və özünü gənc hesab edən hər kəsi təbrik edirəm. Məhbəri Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinin qalib layihələrindən birinin rəhbəriyəm. Layihənin adı Gəncənin Gənc Rəssamlarının Sərgisi adlanırdı. Ümumiyyətlə, fondla tanışdığım sosial şəbəkələrdə və eyni zamanda müxtəlif saytlardan məlumat almışdım və müraciət etməyi düşündüm. Müraciət etdim və qalib olan layihələrdən oldu. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin ideyalarını reallaşdırması üçün bir platforma rolunu oynayır. 2 fevral Gənclər Günü münasibəti ilə hər bir gənci ayrılıqda təbrik edirəm, onlara müvəffəqiyyətlər arzu edirəm və inşallah potensiallarını aşkar etməyə və onları reallaşdırmaq arzusuyla. Gənclər Günümüz mübarək! Eldar Xəlilov, Gənclər Dəstək İctimai Birliyinin sədri, fəaliyyət göstərdiyi müddətdə 3-cü və 5-ci müsabiqələrdə layihə qalib olmuşdur. Bütün bunlar ölkəmizdə gedən gənclər siyasətinin uğurlu nəticəsidir. Gənclər Fonduna özləri minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bundan sonra Gənclər Fondu layiqincə gənclərin bütün uğurlu layihələrini həyata keçirəcəkdir. Sonda 2 fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edirəm. Onlara yeni nailiyyətlər və uğurlar arzu edirəm. Xalid Rəcəbli, Hacıqabul rayonunda fəaliyyət göstərən Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri. Bizim birliyin fondla əməkdaşlığı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 2-ci qrant müsabiqəsi çərçivəsində baş tutmuşdur. Biz həmən müsabiqə çərçivəsində gənclərin narkomaniya və qidsə qarşı sosial fəallığının artırılması adlı layihəni icra etmişdik. Fürsətdən istifadə edib 2 fevral Gənclər Günü münasibəti ilə bütün ölkə gənclərini təbrik edirəm. Onlara işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıram. Samir Axundov, İntellekt Səhiyyə Maarifçiliyi İctimai Birliyinin sədri. 2005-ci ildə təşkilatımız yaranıb. Lənkəranın Əssən Cənub bölgəsində biz fəaliyyət göstəririk. İlk layihəmiz olub 2012-ci ildə. İlk dəfə biz Gənclər Fondu ilə bir layihə keçirmişik və Gənclər Fondu bizi bu istiqamətdə dəstəkləyib. Sonuncu layihəmiz isə artıq bu illəri Gənclər Fondu ilə bircə həyata keçiriləcək. Layihəmizin adı Region Gənclərin Təhsil İmkanının Artırılması layihəsidir ki, 4 ay müddəti nəzərdə tutulub və 3 rayonu əslində əhatə edəcək. Bütün kollektivi təbrik edirəm bu Gənclər Günü münasibəti ilə. Eləcə də həm öz adımdan, həm də ki, bütün Lənkəranlar adından, həm təşkilatımızın kollektivi adından. Afiq Məlikov, Maarifpərvərlik, Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin həm təsisçisi və rəhbəri. 2012-ci ildə biz ilk dəfə regionlardan olan gənclər üçün Liderlik Məktəbi adlı layihəni biz udduq və həmin vaxtı bizim layihəmizdə 11 rayondan olan 20 nəfər gənc iştirak etdi. Sonunda mən 2 fevral Azərbaycan Gənclik Günü münasibəti ilə bütün Azərbaycan gənclərini səmimi qəlbdən təbrik edirəm və onlara
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə münasibətlərində, əməkdaşlığında yeni layihələr, uğurlar arzu edirəm. Ramin Mahmudov, Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri. Fondla tanışlığımızdan sonra 2 layihə nəticəsində Qubanın 50-dən artıq kənd ərazisində yaşayan 1000-dən artıq gənc və yeniyetmələri müxtəlif səviyyəli tədbirlərdə iştirak eləməklə onların liderlik potensialının artırılması, şəxsi potensialının üzə çıxarılması istiqamətində layihələr icra etdik. Fürsətdən istifadə edib Azərbaycan Gəncləri Günü münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunu, onun bütün əməkdaşlarını və bütün Azərbaycan gəncliyini təbrik edir, Azərbaycanın çiçəklənməsində və inkişafında, Azərbaycanın haqq səsinin dünyaya duyurulmasındakı fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayıram. Bayramımız mübarək. Mən Əhmədi Cavanşir, layihəmin adı Yaşıl Düşüncə. Gənclər Fondu nümayəndələri Mingəçevirə gəldikdə və burada Gənclər Fondu haqqında təqdimat olmuşdu və o təqdimatdan sonra fonda layihə yazmağa başladım. Gənclər Fonduna öz minnətdarlığımı bildirirəm ki, Azərbaycan gəncliyi üçün belə böyük işlər görülmüşdür və ümid edirəm ki, gələcəkdə bu işlərin davamı olacaq və Gənclər Fondunun qrantlarından daha çox yaralanıb öz layihələrini həyata keçirəcəklər. 2 fevral Gənclər Günü münasibəti ilə Azərbaycan gənclərini təbrik edirəm və gələcək həyatlarında daha çox nailiyyətlər əldə etmələrini arzulayıram. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin koordinatoru Tural Kərimov. Gənclər üçün Təhsil Mərkəzinin artıq Prezident yanında Gənclər Fondunun ilk qran müsabiqəsindən Gənclərin İnkişaf Akademiyası adlı layihənin qalibi olmuş və 2012-ci ildə bunun regionları da daxil olmaqla Bakı şəhərində də bunun həyata keçirmişdi. Ümumiyyətlə, Azərbaycan gəncliyinə ən böyük töhfə oldu Gənclər Fondunun təsis olunması, xüsusilə də bu region gəncləri üçün böyük şans oldu. Biz də region gəncləri adından 2 fevral Gənclər Günü münasibətilə bütün Respublika gənclərini ürəkdən təbrik edir, onların gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirik. Mən Yusif, Şəki şəhərində yaşayıram. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 2-ci qrant müsabiqəsinin qalibi olmuşam. Müsabiqədə iştirak etdiyim layihə tarixin tələbələrin gözündə yansıması ilə bağlı belə bir layihə olmuşdur. Göstərdiyi dəstəyə görə mən Gənclər Fonduna minnətdarlığımı bildirirəm. Bütün gəncləri 2 fevral Gənclər Günü münasibəti ilə təbrik edirəm. Zəkəriyyə Yevacahan, Şəki şəhərim, Kreativ Düşüncə Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin baş katibim. Bizim təşkilatımız Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsində məktəblər arasında bilik yarışlarının keçirilməsi ilə onların inkişafına dəstək adı altında iştirak etmiş və qalib olmuşdur. Layihəmizin məqsədi məktəblilər arasında bilik yarışlarının və intellektual yarışların keçirilməsi vasitəsilə onların intellektual səviyyəsinin artırılması, bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılmasıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması ölkəmizdə çox əlamətdar bir hadisədir. Gənclər Fondunun elan etdiyi qrantlar vasitəsilə bir çox gənclərimiz öz layihələrini və istəklərini həyata keçirir. Layihəmizi qəbul etdiyi üçün və bizə dəstək olduğu üçün Gənclər Fonduna təşkilatımız adından təşəkkürümüzü bildiririk və 2 fevral Gənclər Günü münasibəti ilə təşkilatımız adından bütün Azərbaycan gənclərini təbrik edirik. Şəki şəhəri Səlimova Rəqsaniyəm, Yaradıcı Gənclər İctimai Birliyinin baş katibim. Təşkilatımız Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində qalib gəlmişdir. Məişət zorakılığı haqqında layihəli 6 regionda təlimlər keçirilmişdir. Azərbaycan Gənclər Fondundan çox böyük təşəkkürümü bildirirəm. Regionda yaşayan gənclər artıq öz ideyalarını gerçəkləşdirə bilirlər. Azərbaycan Gənclər Fondu bunun üçün böyük bir şəraitlər yaradır. Təşkilatımız adından 2 fevral Gənclər Günü ilə bağlı bütün ölkə gənclərimizi təbrik edirəm.
Məhərrəmov, Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi. Təşkilatımız 2012-ci ildən indiyədək bir çox mövzularda layihələr həyata keçirmişdir. Gənclər Fondunun birinci layihə müsabiqəsi zamanı region gənclər arasında ekoturların təşkili layihəsi Şamaxı, Qəbələ, Qax, Oğuz və Balakən rayonu gənclər arasında layihəni çox uğurla həyata keçirdi. Göstərilən fəaliyyətlərə görə Gənclər Fonduna öz xüsusi təşəkkürümüzü bildiririk və Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi olaraq Respublika gənclərini 2 fevral Gənclər Günü münasibətilə ürəkdən təbrik edirik və onların fəaliyyətində uğurlar arzu edirik.